Salam, əziz və dəyərli şagirdlərimiz, müəllimlərimiz və çağdaş təhsil izləyicilərimiz. Hər birinizi xoş gördük. Biz bugün Şirvan şəhərindəyik. Şirvan şəhərinin qabaqcıl, nümunəvi, fərqlənən, sevilən və seçilən şagirdlərindən birini sizlərə təqdim etmək istəyirik. Gözəl bala, adın, soyadın nədir? Mən Hərbova Diana Mahir qızı, Şirvan şəhər 13 Sədrlər Tam Orta Məktəbin 7 sinif şagirdi Hərbova Diana. Çox gözəl. Bizdə görüm, ən çox sevdiyin fənlər hansılardır? Ən çox sevdiyim fən riyaziyyat fənnidir. Ən çox sevdiyin müəllimələr hansılardır? Ən çox sevdiyim müəllimələr Fərdə müəllimə və Arzu müəllimə. Buradan çağdaş təhsil komandası olaraq sənin müəllimlərinə öz adımızdan dərin təşəkkürümüzü bildiririk. Və sizə görüm, ibtidai sinif müəllimən kim olub? İndiki sinif müəllimən, sinif rəhbərin kimdir? İbtidai sinif müəllimə Nüşabə müəllimə olub və indiki müəllimə Fərdə müəllimə. Nüşabə müəllimənə də, Fərdə müəllimənə də çağdaş təhsil komandası olaraq öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, əsas ibtidai sinif müəllimən əziyyət, əmək onun üzərindədir və təhsili, məktəbi, oxumağı, fənləri sənə sevdirə bilib. Müəllimdən danışdıq, məktəbdən danışdıq, əsas əziyyəti, əməyi keçən ata və anadan danışmadıq. Atanın adı, soyadı nədir? Ananın adı, soyadı nədir? Atan harda işləyir? Ana harda işləyir? Mənim atam Hərbov Mahir Fəxrəddin oğlu. Anam isə Hərbova Elanə Eyvaz qızıdır. Atam 27 sentyabr 1984-cü il anadan olmuşdur. Harda işləyir? Atam dənizçidir, mexanik işləyir. Anam isə evdar qadındır. Çox gözəl. Buradan sənin atana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, demək olar ki, ayın yarı hissəsini dənizdə təhlükə altında olur və əziyyəti ilə, əməyi ilə, isti, soyuq, yay, qış, qar demədən, günəş demədən əziyyət çəkib sənin oxumağın üçün əlindən gələn hər şeyi deyir. Anana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, evdar qadın olub, ev işləri ilə bərabər, sizin geyim keçiminizlə bərabər təhsil və tərbiyənizlə məşğul olur. Bəs də görüm, gələcəkdə kim olmaq istəyirsən? Gələcəkdə həkim olmaq istəyirəm, can həkimi. İnşallah. Bəs bizə nə söz verirsən? Söz verirsənmi ki, yüksək balla, yaxşı oxuyub yüksək balla tibb universitetinə qəbul olub, istədiyin, arzuladığın peşəyə sahib olacaqsan? Söz verirəm. Özüm də önümə məqsəd qoyuram ki, belə inşallah öz məqsədimə çatacağam. İnşallah. Bizə söz verirsən ki, ən yüksək balla tibb universitetinə və can həkimi olacaq. İnşallah. Biz də çağdaş təhsil komandası olaraq səni gəlib həkim kimi çəkib işıqlandırarıq. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram, sağ olun.